Yol nəqliyyat hadisəsi baş verdikdə inspektor yaxınlaşır həmin əraziyə, məlumat verirsiniz polisə. Polis əməkdaşı gəlir, baxır vəziyyətə və əgər zərər vuran və ya zərər çəkən şəxs fərq etməz də hər hansındasa içkili olub-olmadığı ehtimalı görürsə ki, tutam bunun ağzından tutam spirtli alkoqol iyi gəlir və yaxud da ki, bu özünü apara bilmir, danışa bilmir. Nəsə hər hansısa bir ehtimal olsa, ya alkotester Yəni şübhələndisə, bəli, şübhə varsa yoxluyur, ya da ki göndərir, yəni göndəriş verir, göndəriş verməlidir ki, get yoxlan narkolojiyaya. Yox, əgər heç bir şübhə yoxdursa, onun narkolojiyaya, alkoqoldan keçmək və s. sərxoşluq müayinəsinin tələb edilməsinə ehtiyac yoxdur. Çünki qanunvericilikdə də, həmçinin Nazirlər Kabinetinin qərarı da var bununla bağlı. Səhv etmirəmsə 209 sayılı qərar olmalıdır, səhv etmirəmsə. Orada qeyd olunur ki, əgər hər hansısa bir şübhə varsa, şübhə doğuraca biləcək bir hərəkətlər atılırsa sürücü tərəfindən, o zaman o yoxlanılmalıdır. Yox, əgər yoxdursa, qəza baş verib, ölüm itimi yoxdur, salamatçılıqdırsa, hər iki tərəf heç kəs içkili deyilsə, yəni onların narkolojiyaya göndərmək tələbi belə əsassızdır.